Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu videoda çalışaq qısa formada metodik hissəyə nəzər salaq. Fiziki tərbiyənin ümumiyyətlə bəzi müəllimlərin çox qarışdırdığı hissələr var. Onları ümumiləşdirmişəm, qruplaşdırmışam burada. Deməli, ilk olaraq resurslar. Resurslar deyirik ki, fiziki tərbiyədə iki yerə bölünür. Ümumi resurslar və xüsusi resurslar. Ümumi resurslara daxil olanlar sıra hərəkətləri və ümumkəf hərəkətləridir. Yəni hansı ki dərsin mövzusundan, məqsədindən asılı olmayaraq hər gün icra etdiyimiz hərəkətlər, qızışdırıcı hərəkətlər və sıra hərəkətləri, sırada sağa sola geriyə dönmələr, sırada icra olunan hərəkətlər. Ona görə deyirik ki, bunlar ümumi resurslardır. Xüsusi resurslar isə dərsin məqsədi, mövzusundan asılı olaraq icra olunan hərəkətlərdir. Yəni sənin mövzun qüvvə hərəkəti qabiliyyətidirsə, qüvvə hərəkəti qabiliyyətinə uyğun verilən hərəkətlər, resurslar. Yəni bunlar. Hazırlayıcı hərəkətlər, əsas hərəkətə uyğun olan hərəkətlər, yəni dediyimiz kimi, məsələn, mövzun qüvvə hərəkəti qabiliyyətidirsə, sən qüvvə hərəkəti qabiliyyətinə uyğun tətbiq elədiyin hazırlayıcı isinmə hərəkətləri sırf o məqsədlə və yaxud da ki, sürətdirsə, sürətlə bağlı. Köməkçi hərəkətlər, yəni deyək ki, hansısa bir mürəkkəb quruluşlu bir hərəkət öyrədəcəyi şagirdə dərsin əsas hissəsində, yəni əsas resursumuz mürəkkəb bir elementdir. Biz onu hansısa bir hissələrə bölüb və yaxud da ki, oxşar hərəkətlərlə tətbiq eləyərək şagirdlərə öyrətməyə çalışırıq. Buna deyirik, bu köməkçi hərəkətlərdir. Xüsusi hərəkətlər dediyimiz kimi hər bir hərəkəti qabiliyyətinin, yəni ayrı-ayrı hərəkəti qabiliyyətinin inkişafına yönəlmiş, bura diqqət edin. İcra rejimləri əvvəlcədən müəyyən olunmuş ardıcıllıqla, intensivliklə yerinə yetirilən hərəkətlərdir və yaxud hərəkət kompleksi deyək. Əsas hərəkətləri dedik artıq, dərsin məqsədinin reallaşdırılması üçün seçilmiş hərəkətlər, bərpa edici hərəkətlər, relaks edici hərəkətlər. Bura daxil olan fiziki yükdən sonra orqanizmin bərpası, əzələlərin boşaldılması və s. üçün icra olunan hərəkətlər, qiymətləndirmə hərəkətləri və yaxud testləri deyirik. Yəni, həm diaqnostik qiymətləndirmədə, həm summativ qiymətləndirmədə istifadə edildiyimiz hərəkətlər bura daxildir. Dinamik hərəkətlər əsasən fərdi kiçik qruplarla, komandalar arasında keçirilən yarışlar və s. formasında icra olunan hərəkətlərdir. İzometrik rejimdə təqəllüs eləyirsə deyirik, dinamik hərəkətlərdə yəni adətən qüvvə tələb etməyən sürətli hərəkətlərdir. Dinamik hərəkətlərdə yer dəyişmə ilə bağlı olan hərəkətlərdir. Aydın məsələ adından məlum. Statik hərəkətlər isə daha çox bir oynaq və onu əhatə edən əzələ bağ aparatının mütəhərrikliyi, elastiklik dərəcəsini artırmaq məqsədinə tətbiq olunan hərəkətlərdir. Nümunə kimi verilib, ştanq qaldırma, aşam düzülüşü və s. Dövrü hərəkətlər hər hansı bir fazanın daimi təkrarlanması ilə icra edilən hərəkətlər deyirik. Məsələn, qaçış, üzgüçülük, velosiped sürmə, avar çəkmə və s. Qeyri-dövrü hərəkətlər, yəni qeyri-silsilə hərəkətlər, daim təkrarlanmayan hərəkətlərə qeyri-dövrü hərəkətlər, yəni qeyri-silsilə hərəkətlər deyirik. Fiziki tərbiyə dərsinin tədrisi formaları bilirik ki, 3 forma, frontal, qrup və fərdi forma. Seçilmiş dərsin mövzusuna müvafiq olaraq hissə öyrətmə, söz, əyani, oyun, yarış və s. kimi təlim metodlarından istifadə olunur. Dərsin frontal forması, motivin formalaşdırılması, informasiya təminatı, ümumkəf hərəkətlərin icrası üçün əlverişlidir. Əsasən dərsin giriş və tamamlayıcı hissəsində istifadə olunur. Dərsin qrup forması, irəliləmələr zamanı ümumkəf hazırlayıcı hərəkətlər üçün əlverişlidir. Daha çox hazırlayıcı hissədə və əsas hissədə tətbiq edilir qrup forması. Dərsin fərdi forması, ayrı-ayrı şagirdlərə verilən müxtəlif tapşırıqlar, xüsusi qruplara aid olan şagirdlərlə iş zamanı istifadə olunur. Digər deməli, təlim məzmunu, təlimin nəticəsi nədir, məzmun xətt nədir, bunları dərs prosesində izah eləmişik. Məzmun standart nədir, qiymətləndirmə standart nədir, bunları artıq bilirsiniz. Fiziki tərbiyə, hələ ki bacarıq nədir, diqqətin hər bir elementinə yönəlməsi, hələ ki vərdiş diqqətin son nəticəyə yönəlməsi, yəni hərəkətin artıq avtomatlaşması, fiziki inkişaf, fiziki hazırlıq, 6 hərəkət qabiliyyətimizi artıq bunları deməyə ehtiyac yoxdur.
Ürək vurğusunun bərpası əmsalı. Fiziki yükün icrası zamanı nəbz vurğusu ilə yanaşı orqanizmin fiziki yükə reaksiyası ürək vurğusunun bərpası əmsalı ilə təyin edilir. Kitab cümləsi ilə sual gələ bilər sizə. 3 dəqiqə sonra nəbz vurğusu bölünür dərhal sonraya. Bəli, bunu vururuq, alınan nəticəni vururuq 100-ə. Alınan nəticə deyirik ki, 30%-in altındadsa normaldır, yaxşıdır. 30%-dən yüksək olarsa deyirik ki, uyğunlaşma nisbətən zəifdir. Aha. Nəbz vurğusunun ölçülməsi. Hardan, necə ölçmək lazımdır? Alınan nəticəni yəni 1 dəqiqə ərzində hesablanmalıdır. Bu qaydaları da bilirsiniz. 15 saniyə ölçmüşsünüzsə məsələn 4-ə vurasınız və s. 30 saniyə ərzində ölçmüşsünüzsə 2-yə. Aha. Fiziki rifah, mənəvi rifah, sosial rifah nədir? Bunların bu hissələrdən sual gəlmə ehtimalı var deyə belə deyək. Cümləni sadəcə oxuyub göz yaddaşı ilə yadınızda saxlayasınız. Orqanizmdə fəaliyyət göstərən bütün orqan və funksional sistemlərin norma daxilində ahəngdar fəaliyyəti bu fiziki rifahdır. Daha sonra boy çəki indeksinin necə ölçmək lazımdır? Bu qaydanı siz artıq bilirsiniz. Yenə də qısa olaraq xatırladaq. Bədən çəkisi bölünür deyək ki, boyun hündürlüyünə. Alınan nəticə ilə deyirik ki, 400 qram 204 qram aralığında olarsa bu normaldır. 200-dən aşağı olarsa deyirik ki, zəif. 400 qramdan yuxarı olarsa deyirik ki, artıq çəkilidir. Yəni. Daha sonra sağlamlıq mövzusuna baxaq. 3 səviyyəsi mövcuddur sağlamlığın. Bioloji, sosial və şəxsi sağlamlıq. Hər biri haqqında məlumat var və məlumatınız var bunlar haqqında. Sağlam həyat tərzinin komponentləri nələrdir? Gün rejimi, gigiyena, qidalanma, orqanizmin möhkəmləndirilməsi, əmək və istirahətin növbələşdirilməsi, məqsədli hərəkətin fəallığın təşkili, fiziki hərəkətlərin icrası, idmanla məşğul olmaq və s. Bunlar sağlam həyat tərzinin komponentləridir. Adaptiv fiziki tərbiyə haqqında məlumatınız var. İnsan bədənində 600-ə yaxın əzələ vardır. Orta hesabla deyirik ki, bunlar bədən çəkisinin 40%-ni təşkil edir. 3 tip əzələ toxuması mövcuddur. Saya, ürək, skelet əzələləri toxumaları. Bunların hər biri haqqında qısa olaraq məlumat qeyd olunub. İnsan skeleti deyirik ki, 200-dən çox sümükdən ibarətdir. Gövdə skeleti, başın skeleti, yuxarı ətraf skeleti. Sonra məzmun xətləri. Bilirik 4 məzmun xəttimiz var. Bunlar haqqında geniş danışmayacağıq. Hər biri haqqında məlumatınız var. Qamət nədir? İnsanın dayandıqda və ya hərəkət zamanı vərdiş etdiyi bədən vəziyyəti olub, fiziki inkişaf və fiziki tərbiyə prosesində formalaşan qamət. Təqəllüs əzələnin yığışması, yəni deyirik ki, qırmızı ləng, ağ sürətli əzələlər lifləri, yəni qırmızı ləngdir, dözümlüdür, ağ sürətlidir, dözümsüzdür. Gemostat orqanizmin daxili sisteminin sabitliyidir. Fiziki tərbiyə dərsinin 4 hissəsi var. Hər bir hissə haqqında kifayət qədər məlumatınız var. Hər bir hissədə müəllim, şagird fəaliyyəti eyni zamanda. Variasiya, fiziki tərbiyənin dərsdən kənar forması. Bu haqqda məlumatınız var, sadəcə oxuyarsınız. Variasiya, dərsdə verilən oyunların təşkili formasının müxtəlifliyidir. Retardasiya, bioloji yaşın təqvim yaşından geridə qalmasıdır. Akselerasiya, bioloji yaşın təqvim yaşından yüksək olmasına deyilir. Ortada, yəni bioloji yaşın təqvim yaşından eyni olması da orta adlanır. Motor sıxlıq nədir? Dərsdə hərəkətlərin icrası üçün sərf olunan vaxt göstəricisinin dərsin ümumi vaxtına nisbəti isə dərs motor sıxlığı adlanır. Qısa olaraq atletkanın 5 bölməsi var. Hansılardır? İdman yerişi, qaçış, tullanmalar, atmalar və çoxnövçülük. Olimpiyonların proqramında kişilərdə 24 növ, qadınlarda 23 növ və qarışıq estafetlər qadınlar və kişilər daxildir. Yəni deyirik ki, 48 növ daxildir. Bir stadion 192 metr məsafə qədim olimpiyonlar zamanı ölçü vahidi olubdur. İlk olimpiya oyunları eramızdan əvvəl 776-cı ildən keçirilməyə başlayıb. Müasir olimpiya oyunları isə 1890-cı ildə Afina şəhərində keçirilməyə başlanıb. 4 ildən bir keçirilir.
Olimpiya şüarları Citius daha sürətli, Altius daha yüksək, Fortius daha güclü. Qısa olaraq gimnastika, əsas gimnastikaya nələr daxildir? Sıra və yumuşaq hərəkətləri, alətlərdə hərəkətlər, tullanmalar və akrobatika hərəkətləri. İdman gimnastikasına nələr daxildir? Qadınların çox növçülüyü, kişilərin çox növçülüyü bura daxildir. İdman gimnastikası da olimpiya növü hesab olunur. Bədii gimnastika. Buraya da toplar, cüzlər, bulava, gimnastika, ipilnet və s. yerinə yetirilən hərəkətlər, rəqs xüsusiyyətli hərəkətlər daxildir. Bədii gimnastika qadınların olimpiya növüdür. İdman akrobatikası 4 qrup alətlər var burada. Akrobatika tullanmaları, sonra cüt, qrup ilə hərəkətlər, batutda tullanmalar bura daxildir idman akrobatikasına. Akrobatika kişi və qadın cütlüklərin, üçlüklərin, qarışıq cütlüklərin və tək idmancıların musiqi müşayiəti ilə icra etdikləri rəqs və qüvvə xüsusiyyətli hərəkətlər daxildir. Bədən tərbiyəsi günü müəllimlər 5 mart tarixi 2005-ci ildən qeyd olunmağa başlayıb. Milli oyunlarımız adları qeyd olunub və fiziki tərbiyə fənnində dedik ki, qiymətləndirmə mövzusu var. Mövzulardan biri 3 qiymətləndirmə formamız var. Diaqnostik, formativ və summativ qiymətləndirməmiz. Diaqnostik qiymətləndirmə tədris ilinin əvvəlində 2 saat ərzində aparılır. Yəni bildiyimiz kimi ilk dərsimiz informasiya təminat nəzəri biliklərdir. Ardınca 2 saat diaqnostik qiymətləndirmə və daha sonra sürət hərəki qabiliyyəti və birinci tədris vahidimiz, yəni sürət hərəki qabiliyyətidir. Məzmun xətlərimiz. Bayaq dedik, kret burada qiymətləndirmə meyarları, məzmun xətləri üzrə informasiya təminat nəzəri biliklər mövzuya dair məlumat verir. Qiymətləndirmə üsulumuz şifahi yazılı yuxarı siniflərdə. Qiymətləndirmə vasitəsi sual-cavab və test. Hərəki bacarıq vərdişlərdə qiymətləndirmə meyarımız icra etmə, qiymətləndirmə üsulumuz müşahidə və qiymətləndirmə vasitəmiz müqayisə. Hərəki qabiliyyətlərdə hərəki qabiliyyət üzrə nümayiş etdirir. Bu bizim qiymətləndirmə meyarımızdır, yəni şagird. Qiymətləndirmə üsulu normativlər, qiymətləndirmə vasitəmiz normativlər arasında əsasında aparılan həmin ölçmələr, yəni metr, saniyə, dəfə və s. 4-cü məzmun xətti şəxsiyyəti, mənəviyyat, xüsusiyyətin formalaşması, davranış, özünə inam, liderlik və s. bizim qiymətləndirmə meyarımızdır. Üsul müşahidə, vasitəmiz isə müqayisə olacaq. Belə müəllimlər, qısa olaraq ümumiləşdirdik. Biz metodik hissəni inşallah imtahanda sizə uğurlar arzulayıram. Əsas stres, həyəcan, yenə deyirəm, heç nə lazım deyil, hər şeyi bilirsiniz, mükəmməlsiz. İnşallah 51 plus nəticələr gözləyirik. Uğurlar bir daha.